Siz heç riyaziyyat dərsində silah səsi eşitmisiniz? Bu gün Bakının mərkəzində ən nüfuzlu liseylərdən birində düsturlar yox, güllələr danışdı. 10-cu sinif şagirdi öz müəllimini 29 yaşlı bir qadını sinifdəcə güllələdi. Bu sadəcə bir cinayət xəbəri deyil. Bu bizim avara romantikası ilə bəslədiyimiz gəncliyin bizə qaytardığı qanlı cavabdır. İndi sual budur. Növbəti güllə kimin üçün açılacaq? Gəlin dürüst olaq. Bu gün gənclərimiz nəyə baxır? TikTok'u açın. Mahnılar qanunsuz həyatdan, videolarda əllərdə bıçaq, silah. Biz türmə romantikasını elə bir həddə çatdırdıq ki, uşaqlar üçün kişi olmaq, oxumaq yox, kimisə vurub hörmət qazanmaq deməkdir. 15-16 yaşlı uşağın beynində riyaziyyat düsturu yox, razborka ssenariləri dönürsə, o uşaq o silahı çəkib müəlliminə atəş açacaq cəsarəti o saxta qəhrəmanlıq videolarından alır. Bu gəncliyi özünə alim yox, cinayətkar axtarır. Hadisə 6 fevral 2026-cı ildə Binəqədi rayonundakı İdraç liseyində baş verib. Müəllim Şəhla Kamilova cəmi 29 yaşındadır. Boyun nahiyəsindən vurulub. Təsəvvür edirsiniz, bir gənc qadın sinifə girir və öz şagirdi tərəfindən hədəf alınır. Niyə müəllim artıq toxunulmaz deyil? Çünki biz cəmiyyət olaraq müəllimi servis işçisi səviyyəsinə indirmişik. İndi isə ən ağrılı tərəf. Sosial şəbəkələrdəki şərhlərə baxın. Biri yazır yəqin müəlliminin özündə günah olub, o biri yazır düz eləyib, uşağı bezdirib. Dayanın bir dəqiqə, siz nə danışırsınız? Biz nə vaxtdan bəri bir qətli, bir silahlı hücumu amma və yəqin ki sözləri ilə sığortalamağa başladıq. Hansı münaqişə bir insanın həyatına qəsd etməyə bəraət qazandıra bilər? Bu düşüncə tərzi o tətiyi çəkən barmaqdan daha təhlükəlidir. Siz cinayətə bəraət qazandırırsınız. Niyə valideyn məsuliyyətindən danışan yoxdur? Hər şey məktəbin üstünə atmayın. 10-cu sinif şagirdi atasının silahını götürüb məktəbə gətirib. Ata hardaydı? O silah necə uşağın əlinə çatacaq yerdə idi? Valideynlər, siz övladınızın içindəki o qaranlığı görmürsünüzsə, onun hansı avara səhifələrə baxdığını izləmirsinizsə, o silahın tətiyində sizin də laqeydliyiniz var. Tərbiyə evdən başlayır. Məktəb onu sadəcə tamamlamalı idi. Bəs biz bu bataqlıqdan necə çıxa bilərik? Təkcə məktəblərə metal detektoru qoymaqla iş bitmir. İlk növbədə o avara romantikasını beyinlərdən silməliyik. Məktəb psixoloqları real işləməli, valideynlər övladları ilə dost olmalıdır. Yoxsa bu gün Binəqədidə son o silah sabah başqa bir məktəbdə, bəlkə də sizin övladınızın sinifində partlayacaq. Sonda bir sual. Bu gün övladınızın çantasında nə olduğunu bilirsiniz, yoxsa sizin laqeydliyinizdən doğan bir nifrət? Gəlin gec olmadan uşaqlarımıza insan olmağı öyrədək. Çünki bir milləti məhv etmək üçün müharibəyə ehtiyac yoxdur. Müəllimini qorxutmaq, təhsilini güllələmək kifayətdir.